Məşhur iş adamı Şərrullah İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılır. Reallıq TV xəbər verir ki, onun APTV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilir. İddiaya əsasən İsfəndiyar Axundov çəkiliş zamanı razılıq almadan otağında quraşdırılmış kamera ilə video qeydləri aparıb. Daha sonra bu materiallardan istifadə edərək media qurumuna təzyiq göstərməyə cəhd edib. Buna səbəb isə APTV-nin şirkətin tikinti işini apardığı Jasmin Park Qobu layihəsində sakinlərin şikayəti ilə bağlı yayımlanan sujet olub. İş adamının özü və şirkət nümayəndələri zəng edərək media qurumunun əməkdaşına hədə-qorxu gəliblər. Aldığımız məlumata görə, Şərrullah İsfəndiyar yanında qonaq etdiyi hər bir şəxsi gizli video çəkilişi almış və həmin video lentləri öz arxivində saxlamaqdadır. Və belə qənaətə gəlmək olar ki, Şərrullah İsfəndiyar bu insanların video lentlərini özündə saxlayaraq, onları gələcəkdə şantaj etmək və öz istədiklərini əldə etmək üçün bu yola əl atıb. Hazırda Şərrullah İsfəndiyarla görüş aparmış hər bir şəxsin onda video görüntüsü olduğu bildirilir və həmin video sujetlərdə hansı danışıqların aparıldığını yalnız Şərrullah İsfəndiyar və onunla görüş aparan şəxslər bildirə bilər. Və buradan da görünür ki, Şərrullah İsfəndiyar ən təhlükəli yola əl ataraq ona inanan şəxslərin, onunla iş görmək istəyənlərin, yaxınların və dostlarının video görüntülərini lent alaraq öz arxivində saxlayır. Və bu da göstərir ki, məşhur iş adamı şantaj və böhtan yolu ilə insanları öz istəklərinə və tələblərinə tabe etməyə çalışır. Bununla bağlı araşdırmalarımız davam edir və Şərrullah İsfəndiyarın otağında səsini yazdığı şəxslərlə bağlı açıqlamalar veriləcək.